Sovet dövrünün sonlarında yeni bir nəfəs yaranmışdı. Tanış olun. Bu Lada Natasha. Çox yox, cəmi 5 il 1990-1995-ci illər arası Belçika və Almaniya emalatxanalarında, yəni Şkaldiya Volqa zavodunda istehsal edildi. 1,5 litr 72 at gücündə motor ilə təchiz olundu. O dövrə görə pis deyildi, amma güclü də deyildi. Öz kabriolet sinifində iddiası ucuzluğu idi. Tam avtomatik yoluq əllə açılırdı. Bu maşını xüsusi edən amillərdən biri də çox az sayda, cəmi 450 ədəd istehsal olunması Vazelin 108 bazasında yapılmışdı. Almanya, Fransa və Belçika bazarlarına girmək üçün yapıldı. Ancaq çox da tutulub sevilmədi. Qısaca Lada Natasha yenilikçi addımı ilə səs salmağa çalışsa da, kimisi üçün tarixin tozlu qarajlarına çəkildi, kimisi üçün kolleksiya avtomobili oldu. Na 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 na.